Görürsünüz bu qəhvə dilləri. İnanın ki, belə rəyləri təmizləməkdən yoruldum. İqtidarın öz yaltaqları var, müxalifətin öz yaltaqları var, belə insanların öz yaltaqları var. Cəmiyyətin də ki, harda yaratmaz, həyatını da bir nələrsə eləməyən negativ enerji insanlar da gəlib tökülüşür və onları yaxşı ki, bloklama düyməsi var. Qəni-qəni rəhmət eləsin Sabirə, bu gözəl şairimiz gözəl deyib. Olmasaydı cihanda sarsaqlar, yəqin ki, ac qalardı yaltaqlar. Ay şərəfsiz, ay əclaf, yazıbsan ki, Emin Rusiyada qazandığı pulları burada xərcləyir. Emin Rusiyada pul qazana bilsəydi, heç bura gəlməzdi. Emin Rusiyada qazandığı pulları Krokus City'də yandırıb gəldi. Biri yazıb, Emin Ağalarov Rusiyada qazandığı pulları göndərir. Putin icazə verməsə, kimsə nə Rusiyada, nə də Azərbaycanda pul qazana bilməz. Ancaq o adamlara imkan verilir ki, özü də az-maz qazansın, qalanını da ötürsün böyüklərinə. Özü də Putinlə İlham Əliyevin arası pisləşəndə Emin Ağallarovun atası Araz Ağalarov bir girov misalındaydı. Elə indi də girovdur. Putinə pul lazımdır. Və Putin öz milyardlarını işlətməyə yer lazımdır. Avropa, digər yerlər, Amerika bütün yollar kəsilib. Trump'a eləyir, Amerika yol aça bilmir öz şefinə. İlham Əliyevə də lazımdır pullar. Putinə vermək üçün, hər kəsə vermək üçün, hakimiyyətdə qalmaq üçün. Və hər iki ölkədə doğruluqla, dürüstlüklə pul qazanmaq mümkün deyil böyük pulları. Putinin də, İlham Əliyevin də yediyi pulların çox xalqın pullarıdır. Putinin ölkəsində hələ də belə tualetlər var. Azərbaycanda isə insanlar ayda 1 kilo ət almaq üçün 10 dəfə çək-çevir edirlər. Mən heç vaxtı sadə, təmiz insanımıza söz demirəm. Hansı ki onlar siyasəti anlamır, siyasəti siyasətçilər, müxalifət deyənlər, bu xalqın baş bilənləri deyənlər, oturub müxtəlif yerlərdə əxlaq dərsi keçənlər deməli də etməlidir. Xalq bilirsiniz nə gündədir? Məndən tutmuş, ayda 1 kilo ət almaq üçün 10 dəfə çək-çevir edirsən. Kimsiniz ey siz? Sizin kimlər olmasa, qəhbə dillər, o sadistlər hakimiyyətdə qala bilməzdi. Mən istəyəm ki, bu xalqların ağlı insanları istəyir ki, bu xalqlar qurbanlıq sindromundan çıxsınlar. Gözəl yaşayasız, sərvət dolu ölkələrdə 1 kilo ət almağın dərdini çəkməsinlər. Və mənim kanalıma gələn qəhbə dillərinin də dillərini kəsəcəyim. Çünki bu mənim kanalım və heç olmasa burada az da olsa gerçək, təmiz nələrsə olmalı. Mən sadəcə öz mənafeyim üçün danışmıram. Mən hər kəs üçün danışıram və mən bu ölkədə yaşayıram, hər şey özlərimdə hiss edirəm və məni danışdıran da danışdırandır.